Hamıya salam dostlar, mən Heydər. Bugünkü videomuzda Netflixin Warner Bros. Almasından danışacağıq. Fikirlərə başlamadan əvvəl bir şey demək istəyirəm ki, sizə mən artıq uzun videoları bu kanalda paylaşacağam. Əvvəllər bir kanalım var idi, o hələ də o durur, amma sadəcə edit etmə sevdamıma görə o artıq short kanalına dönüşdü. Ona görə uzun videoları paylaşmaq biraz məntiqsiz olar. Ona görə də artıq uzun videoları xəbərdir, filmdir, serialdır, animedir, hamısını bu kanalda paylaşacağam. Başlayaq mövzumuza. Bilirdik ki, DC artıq borc bataqlığından çıxamadığı deyə artıq Warner Bros. Satılmalı idi və bunu Netflix aldı. İndi mənfi və pis tərəfləri var ki, indi bu hər şeyə sahibdir. Harry Potter-a, DC evreninə. Əsasda HBO Max-ə, çünki HBO Max elə yəni hər gün DC Warner Bros. Aid olan yəni seriallar, əsasda Cartoon Network-un DC filmləri, Samurai Jack-dir, Ben 10-idir, nə bilim və sairədir. Artıq elə bir şans var ki, məsələn biz təzə Ben 10 serialını, yəni live action bir serialını ya da ki filmini Netflix-də rahatlıqla görə bilərik. Açıq desəm ki, Netflix çıxandan bəri insanlar biraz artıq tənbəlləşib. Əsasda bu korona vaxtında 2020-ci ildə hamı zaten evində oturub Netflix-də nə var, nə yox hamısına baxırdı və nisbətən kinoteatra getmə vərdişləri varsa da o azaldı. Bizə rahatlıqla Warner Bros.'u yəni istədiyi hər şeyi dəyişdirə bilər. Amma deyəsən eşitdiyimə görə DC-yə toxunmayacaq. Toxunmasa yaxşıdır. Zaten bunlar təzə bir evren qurmağa çalışıb. Məncə pis irəliləməyib də nisbətən. İşte Peacemaker olsun, adını unutduğum animasyon serialı olsun. Yatma şəklini qoyacağam. Əsasında Superman filmi olsun. İndi bir şey də var ki, istəyərdim ki, birinci bu DC-yə aid olan filmlər kinoteatra çıxsın. Ən pisi 6-7 aydan sonra da bunu Netflix atsınlar. Yəni Netflix toxunmasınlar, çünki fanlarda qorxu var ki, yəni biz homoseksual bir Batman görmək istəmirik, ya da Superman-i, Batman aşkını falan görmək istəmirik. Çünki Netflix-də belədir, zaten bilənlər bilir və bunun zarafatları da çox fırlanırdı. İranda belə zarafatları çox görmüşük. Yəni bunun bir tərəfdən politika ilə bağlandırırlar bu zarafatı və ya başqa bir şeylə. Həqiqətən yəni belə bir DC görmək istəmirəm. Reboot gələndə isə ondan məncə nəyə var uzaq qalsınlar. Çünki DC fanları yəni burada ikiyə ayrılırdı. Zack Snyder'cılar və James Gunn-cılar. Və mən açığı James Gunn-cı tərəfindəyəm. Çünki Zack Snyder'ın filmləri orta babat idi. Yəni belə desəm mən köhnə evren filmlərini çox sevmirəm, amma Snyder Cut 4 saatlıq bir film idi. Həm də yaxşı film idi. Yəni çünki köhnə bir casusluq filmi var idi. Açığı desəm Marvel-laşdırmağa çalışıblar o filmi. Yəni komediya olsun, gülməli olsun və zibil kimi bir film idi açığı. Amma Snyder yəni ona baxanda qat-qat yaxşı idi. Fanlar dirəşdi ki, Snyder Cut gəlsin və axırıncı onun filmi görmüşdü. Amma bir şey var ki, Zack Snyder biraz qaranlıq bir kainat qurmaq istəyir, amma James Gunn isə biraz aydınlıq, mutluluq, umud dolu. Belə desəm, açığı burada mən James Gunn tərəfindəyəm. Çünki birinci DC hamı bilir ki, Marvel deyir, gülür, əylənir, hər şey toz pəmbədir. Yəni 90% deyə orada 80% yaxşı deyək, çünki yəni orada da yaxşı şeylər olmur arada. DC isə hamı deyən kimi deyənə, yəni Marvelin tam əksini fikirləşir desəm, yəni nə elə ki, hamı ağlayır, deyib gülmək olmur. Hamı yəni belə fikirləşə bilər desəm. Amma artıq filmlərdə görəcəyik ki, DC əslində beləymiş. Amma açıq desəm mən James Gunn-ın baxış açısını çox sevirəm. Gələcək illərdə çıxacaq işləri də ümid edirəm əvvəlkilər kimi yaxşı olar. Yəni mənə elə gəlir ki, yəni James Gunn ki, bütün DC fanların istədiyini hamısını bizə göstərəcək. Başqa bir karakterlər, tanımadığımız karakterlər, yəni ümumiyyətlə James Gunn bunu çox sevir. Yəni çox bilinməyən bir karakterləri işlətməsinə yəni bayılır, belə desəm. Nümunə olaraq Metamorfo karakterini çox az adam bilər. Açığı belə desəm mən uşaqlıqda Batman Brave and the Bold izləmişdim və orada görmüşdüm və nisbətən də sevmişdim. Və məsələn onu keçən ilki köhnə evrəndə deyə sırf hamının bildiyi super qəhrəmanları göstərməyə çalışırdılar. Məsələn Green Lantern görmək istəyirdim, açığı amma görəmədik. Sonra işte bildiyimiz nədir? Aquaman, Batman, Superman, Flash, Wonder Woman, Cyborg. Yəni bunları hamı bilirdi. Amma məsələn Metamorfodu ən tanınmışları bile məsələn orada yox idi. İşte Green Lantern, Green Arrow, Black Canary deyəsən var idi Suicide Squad'da amma izləməmişəm. Açığı yəni görməmiş kimi onu saymaq olar da. Bir də var ki, Zack Snyder'ın haqqını tam yeməyək, çünki James Gunn-a verilən vəzifə Zack Snyder'a verilməmişdi. Və o söhbəti elə ki Dark Side-da falan fırlatmaq istəyirdi. Amma deyəsən ikinci filmində, ikinci Justice League deyəsən Reverse Flash-dan istifadə edəcəkdi. Yəni bütün hekayəni ona bağlayacaqdı bir tərəf. İndi tam da bilmirəm açığı. Ona görə hər şey tam danışamıram da.
Desəm mənə Warner Bros.-dan ən belə maraqlandıran DC China-dır. Nə Game of Thrones-dur, nə Harry Potter-dır. İnşallah onların nə varsa baxıb sevməyə çalışaram. Amma DC-yə toxunmasınlar və o qədər Cartoon Network yapımı var ki, orada Ben 10-dən tutmuş Samurai Jack-ə kimi. Ən populyar olan cizgi filmləri live action etməyə çalışsalar, daha kalitəli bir live action. One Piece izləməmişəm, amma deyəsən live actionu yəni yaxşıdır, hamı tərifləyir. Elə bir şey düzəltsələr həqiqətən tadından yenməz. Live action Ben 10, Samurai Jack, Generator Rex, nə bilim Secret Saturdays ola bilər. And now, Vilgax is going to get a taste of way big. Chroma Stone. Həm də DC qəhrəmanlarına da və villainlara da yaxşı seriallar çıxarda bilərlər. 82 milləri aldı, amma sırf sadəcə də filmləri və serialları yox da, oyunları da bir tərəfdən haqqına sahib olmuş olur. İşte Hogwarts-dır, Batman Arkham Collection-dır, nə bilim başqa oyunlardır. İnşallah bəzi şirkətləri də yaxşılaşdırarlar. Yəni para cuqqalama oyunlarındansa qəşəng bir kalitəli hekayəli oyunlar çalsalar da yaxşı olardı. İnşallah o hansı şirkətlər varsa artıq Warner Bros.'un içində onlara yardım etmiş olar. Başqa deməyə söz tapamıram. Videomuz burada sona çatır. Kimi izlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, salamat qalın.